Makaco. Ve Reynaldo Silva kapçını üzmez olabilir. Reynaldo. Kapçı Konya. Çok təəssüf bir qədər əvvəl. 100%lik gol imkanı idi Reynaldo Silva'nın ancaq əlbəttə ki burada Nick Marsman dostalığını gedib Martina. Kusk. Reynaldo topu geri qaytardı lakin Trent hücumu devam edir. İbrahim Şeyç və hesab açılır. Açmaq üçün əla imkanı Malik idi. Lakin Marsman Hollanda klubunu Real goldan xilas etdi. Richard Almeida sol jantta boşluğudur və yaxşı gördü sol janttaki boşluğu. Ansiagoli sol jantta hücuma koşur. Agoli incel meydançasına ötürməsi qapıya zərbə olmalı lazımdır. Və gol! Qarabağ hesabı beraberləşdirir. Muharrem'in golu oyunun 51. dəqiqəsində Qarabağ hesabı beraberləşdirir. Ansiagoli'nin incel ötürməsi, Ansiagoli'nin sol jantdan hücuma koşulması və Azərbaycanlı futbol azarkeşləri ekranlarınıza gəlir. Muharrem'in golu. Richard Almeida her şeyi gözəl gördü və Agoli əla ötürmə verdi. Agoli topu bir qədər geri qaytardı. Muharrem cər meydançasına daxil və qaçsalmaz zərbəyə topu uzaq küncə göndərir. Beləliklə 51. dəqiqə və Qarabağ Hollandiyada hesabı beraberləşdirir. 1-1 bu hesab isə Qarabağ tam şəkildə qanedir və Qarabağ bu hesabla əlbəttə ki Avroliqanın qrup mərhələsinə vəsiyə qazana bilər, amma bunun üçün təbii ki bu hesabı qoruyub saxlamaq lazımdır, amma oyunun sonuna hələ çox var və Qarabağ Beləliklə oyun başa çatır. Qarabağ Avroliqa qrup mərhələsindədir. Ağdamın Qarabağ komandası təbrik edirik və tarixində ilk dəfə olaraq Qarabağ Avroliqa qrup mərhələsinə vəsiyə qazanır. Bugün Neftçi bunu reallaşdıra bilməsə də hər halda Qarabağ bunu etdi. Qurbanov öz köməkçiləri ilə bu sevinci bölüşür. Elxan Aysan açılmamıştır. Reynaldo Silva'nı ekranlarınızda görürsünüz və Hollandiyada Qarabağ arzuladı 1-1 hesabını bu keçəni və Məhz Muharrem'in hörmətli tamaşaçılar. Qarabağ azarkeşləri ekranlarınıza gəlir. Azərbaycan və Türk bayraqları ilə birgə Hollandiyada komandamıza sona qədər dəstək oldular və Qarabağ onların bu dəstəyini cavabını verdi.